Herkese selamlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video geçmişten ama kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyse like atabilirsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada səmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, şəxsi analizlərimi paylaşıram, yeni xəbərləri və digər maarifləndirici, öyrədici, investisiyanı biləcəyiniz, öyrənəcəyiniz məlumatları sizlərlə birlikdə paylaşıram dostlar. Yəni ən son, ən güncəl məlumatlar Telegram kanalında paylaşılır. Linki şərhlərdə olacaq. Hər birinizi gözləyirəm. Həmçinin müzakirə qrupumuz da var. Burada qoşula bilərsiniz. Gəlin videomuza keçək. Bugünkü videoda sizlərlə yeni səhm tanıtımı videosudur bu. Yeni səhm tanıtımı edəcəm. Səhmimizin adı Argen Int şirkət səhmi. Bu şirkət səhmin dəyəri $4.88 İlk öncə deyim, yatırım etmə və yaxud etməmək sizin qərarınızdır. Yəni mən sadəcə səhm tanıtımlar edib bu haqqda məlumatlar verirəm və məsləhət bildiyim səhmlərin tanıtımını edirəm. Lakin yatırım etmək, yatırımın neçə faiz etmək sizin qərarınızdır. Qısaca desəm, şirkət böyük riskli şirkət deyil. Məsələn, maliyyə vəziyyətinə baxsaq şirkətin maliyyə vəziyyəti yaxşı vəziyyətdədir. Daha çox büdcəsi var, nəinki borcu. Həmçinin qazancları da müəyyən dərəcədə azalma doğru gedir. Bundan sonraki deməli həm illik, həm də 3 aylıq hesabatda. Lakin dostlar, əhəmiyyətli dərəcədə əməliyyat gəlirlərini azaldıb və gəlirləri artıb son hesabatda. Həmçinin buradan təxminlərdən də baxsaq görərik ki, 3 aylıq rüblərdə 2026-cı ilin 3-cü rübündə şirkətin gəlirliliyi yüksək dərəcədə gözlənilir. Həmçinin illikdə də baxsaq 2026 və 27-ci illərdə şirkətin ümumi olaraq gəlirliliyi gözlənilir. Bu şirkət üçün yaxşı haldır. Bundan sonraki rübdə qazancını azaltmasına baxmayaraq, 2-ci və 3-cü rüblərdə artıq şirkətin özünə gəlməsi gözlənilir 2026-cı ilin 2-ci və 3-cü rüblərində. Və hədəfləri də bunlardır. Gördüyünüz kimi minimum 2%, ortalama 28%, maksimum 43%lik bir artış olan hədəfləri var. Şirkət necə fəaliyyət göstərir, nə satır? Gəlin bu haqda danışaq. Deməli dostlar, şirkətimiz Argen Int qabaqcıl simli və simsiz əlaqə həlləri yaradan texnologiya şirkətdir. Şirkət əsasən 5G, Wi-Fi və avtomobil şəbəkə komponentləri üzrə məhsullar və inteqrasiya olunmuş həllər təklif edir və operatorlar, cihaz istehsalçıları və avtomobil sektoruna xidmət edir. Gəlirləri 2024-cü ildə Argen illik satışları təxminən $60 milyon olub. Bu illik hesabatda 23-lə müqayisədə 8% artımdır, 8,1%. 2025-ci il üçün son 12 ay gəlir təxminən 54 milyon səviyyəsindədir. Yüngül azalma göstərir. Lakin dediyim kimi 26-27-ci illərdə yenidən artım gözlənilir və qiymətləndirmə gəlirlər nisbətən kiçik bazarlara stabil qalır, amma son dövrlərdə artım sürəti zəifləyir. 2024-cü ildə şirkətin qab əsas net zərər verib, yəni təxminən 8,7 milyon hissə başına mənfi 0,79. Son hesabatda baxsaq, bu illik hesabatı demir, aylıq hesabatdır. Hesabata baxsaq son 3 aylıqda müsbət verib əslində. Bu yəqin 2024 məlumatlarını əsaslandırır. Mənfəət marjları 2024-cü ildə gross marj 42% civarındadır. Bu da telekom avadanlıq istehsalı üçün nisbətən yaxşıdır. Operativ daxil olmaqla net marjlar isə mənfidir. Yəni şirkət satışdan sonra əməliyyat və xərcləri qarşılamaqda çətinlik çəkir. Bu müvəqqəti problemdir dostlar. Dediyim kimi 4-cü, 3-cü, 4-cü və 5-ci rüblərdə gəlir, daha doğrusu 5-ci rüb yox, 3-cü və 4-cü rüblərdə gəlir gözlənilir. 2026-dan söhbət gedir. Pul axını ilə bağlı vəziyyət qarşılıqdır. Mövcud məlumatlar göstərir ki, Argen əməliyyatlar və sərvət buraxılımı bəzən məhv olub və pul yaranması üçün çətinlik yaradır. Bununla belə balansda likvid aktivlər mövcuddur. 2025-ci ilin 3-cü rübündə nağd və qısa müddətli investisiyalar təxmini 7-8 milyon səviyyəsində idi. Bu o deməkdir ki, şirkət qısa müddətli öhdəliklərini ödəmək üçün kifayət qədər pul saxlayır, amma davamlı pul axını hələ tam bərpa olunmayıb. Bu da müvəqqəti vəziyyətdir. Ümumi aktivlər $45 milyon səviyyəsindədir. Nağd aktivlər isə 7,1-8,5 milyon dollar aralığındadır. Rəqabət və bazar mövqeyi Argen telekommunikasiya avadanlıqları, 5G aksesuarları və simsiz həllər sayəsində fəaliyyət göstərir. Bu da yüksək texnoloji və rəqabətli sahədir. Şirkət böyümək üçün imkanları malik olsa da bir çox daha böyük oyunçularla mübarizə aparır. Avtomobil, operator və istehlakçı segmentlərində rəqabət mövcuddur və bu sahələrdə stabil artım üçün innovasiya tələb olunur. Güclü və zəif tərəflər. Güclü tərəfə gross marjin nisbətən yüksəkdir. Bu məhsulların fayda dəyərinin olduğunu göstərir. Balansda likvid aktivlər var və borclar aşağı səviyyədədir. 2024-cü ildə gəlir artım müşahidə olunub və 5G bazarında iştirak mövqeyi güclənir. Zəif tərəflər bu üçün net mənfəət yoxdur. Bayaq da dediyimiz kimi şirkət uzun müddətli zərər verir, negativ pul axını və əməliyyat mənfəəti çətinliyi mövcuddur. Gəlir artımı zəifləyib və bir çox kvartallarda satışlar azalıb. Ümumi qiymətləndirmə Argen Int gələcək potensialı olan kiçik texnologiya şirkətidir. Yəni dostlar, gələcək potensialı var və çoxdur. Çünki 5G texnologiyaları üzərində istehsallar və həllər hazırlayan bir şirkətdir. 5G texnologiya günümüzün inkişaf etmiş ölkələrində mövcud olan texnologiyadır. Azərbaycanda yoxdur, səhv eləmirəmsə, Çində olmalıdır, hal-hazırda Amerikada da olmalıdır, ABŞ-da 5G texnologiyadan istifadə olunmalıdır, səhv etmirəmsə, amma Çində %100 var.
Pozitiv tərəfləri budur ki, yüksək gross marja və güc məhsul segmentdə malikdir, yəni gələcək texnologiyalarla işləyir, sağlam balans strukturu və aşağı borc səviyyəsi vardır. Təhlükəli odur ki, uzun müddətli mənfəəti yoxdur, lakin düzəlmə ehtimalı böyükdür. Yəni elə gözlənilir daha doğrusu 2026-cı il, 3-cü ya 4-cü il üçün pul axını çətinlikləri və bazarda güclü rəqiblər. Belə dostlar, yəni ümumi məlumat bu haqdaydı. İstəsəniz video əvvəli baxıb təzədən bu haqda məlumatlara baxa bilərsiniz. Dediyim kimi şirkət deməli, yaxşı fəaliyyət göstərən 2021-ci ildə bazara daxil olub, nəticələri hərdən mənfi, hərdən müsbət olub, amma son aylıq və illik hesabatda gözlənilir ki, şirkət artıq müsbətə doğru irəliləyişə gedir, borclarını azaldır, likvidliyini artırır, həmçinin gəlirliliyini də artırması gözlənilir. Belə dostlar, bugünlük bu qədər. Video bəyəndisə like edə bilərsiniz. Sağ olun, sabah qalın, gələcək videolarda görüşərik.